Hamınıza salam dostlar. Bu günləri Half-Life-da qurduğunuz modun heç cürünə yüklənməməsi, açılmaması, indi bunun fixini göstərəcəm. Məsələn, indi biz mapimizi göstərik. Biz burada bu konstruktor eləmişik də. Start'a basırıq, amma loading disconnected deyir də. Burada close'a basdıqdan sonra bu konsola girsin və developer 1 yazırsınız. Developer 1 yazırsınız, sonra enter, sonra sen escape olmasa X'e basın, create server ve mapimizi seçək, start. İndi bunu loading edib xarab mapimizi açmağı lazımdır. Gördüyünüz kimi açtı, mapimiz açıqdır. Yani elə də çətin deyildi, yəni bunu açmaq çox rahat iş idi. Yəni gördüyünüz kimi məsələn məncə buranın problemi bu error idi. Məsələn baxın, burada error var, burada error var, buralarda error var. Amma mapimizdeyik. Mapimizdə olmağımız qəşəng bir şey. Bu kodu yazaraq hilələri açırıq. İndi sabahın noclip açdıq gördüyünüz kimi. Noclip ilə istəyimiz yerə gedə bilərik. Burada gördüyünüz kimi error olmasın. İndi burada yəni mapin yüklənməmə səbəbi oydu ki, bura hara? Mapin yüklənməmə səbəbi bizim burada işin uçan tekstürümüz yoxdur. Məsələn, indi belə evin içinə girib baxa bilərik. Evin içində heç nə yoxdur. Yəni bəlkə easter egg zad qoymuşlar. Qoyarlar, amma qoymayıblar. Məsələn, buranın təpəsinə çıxa bilərik nocliplə. Buranın təpəsində noclip bəs necə bağlı? Təkrardan konsollara noclip yazaraqdan noclipimizi bağlayırıq. Bağlandı. O gəlin. Açırıq. Biraz yuxarı qalxaq. Görək. Artıq bağlı deyil. Vey! Öldü. Yox, ölməmişik olsa. Nintendo, wey!